Axşamınız xeyir, sənin səsin verilişinə baxırsınız. Saray Bağları Sultanbəy küçəsinin sakinləri deyir ki, Mida ərazidə bina ucaldır. Bunun üçün göl doldurulub. Nəticəsində isə qurun suları ətrafda yaşayan sakinlərin fərdi evlərinə dolub. Qardaş, Mida şirkəti burada tikinti layihəsi həyata keçirir. Və bizim də burada gölümüz var idi. Qurun suları hamısı gölə axırdı. Bu gölü də doldurdular torpaqla, bütün doldurdular. Qurun su, Mida şirkəti bütün bu gölü doldurdu. Qurun sular hamısını da evlərimizə axır. Bütün evlər su içindədir. Adəti qurumlardan kömək istəyirik. Ali cənab baş komandandan kömək istəyirik. Yəni vəziyyət çox acınacaqlıdır. Uşaqlar, körpələr hamı qalıb suyun içində. Və danışın, nə qədər vəziyyət nə yerdədir? Söhbət eləyək, hamı su içindir. Torpağı doldurulmağına baxın. 5 metr, 6 metr torpağı qaldırdılar göyə. Oranın suyu hamısı vurub bu gölə. Bütün su içindəyik. Yəni çəkilib. Bunun əvvəli də bizdə var. Yəni buranın görüntüləri əvvəli bizdə var. Yəni bir gələ aləti qurumlar gəlsin ki, bu görüntüləri göstərək ki, burada göl idi. Bu gördüyünüz yer göl idi. İndi isə evlərimizdən hündür buranı doldurublar. Vəziyyət çox acınacaqlıdır. Yəni hələ yağışlar yağmayıb qardaş. Gəl bu gölü suyu yadı çəkilir. Evlərimizin içini çəkib at vallah. Hamısı suyun içindədir. Bu ağacları da keçirlər, məhv edirlər ağacları. Təbii sərvətlərdən kırmızı kitabda olan ağaçlardır, yulğun ağaçları. Hamısını basıb doldurdular. Ağaclar yandırıblar. Yulğun ağaçları çəkir. Bir də Şam ağaçları hamısı Şamandan yandırıblar oradan. Oradan istəyə başlayıblar. Yuxarı ağacları da Sonra qurdurublar. töküblər dibinə, yandırıblar onları. Sılatı ilə yandırıblar onları qəsdən. Bunlar da yılğın ağaçlardır ki. Katlavanı qazıb Mida şirkəti. Qurun sularında katlavanın suyun vurur əhaliyə tərəf. Altı şey burada suyun Bizim içindədir. burada suyumuz yox idi onlar katlavana başlayana qədər. Buranın su çıxacağı Yollarımız həmişə bütün göl olur. palçığın içində. Masallı'nın Bədalan kəndi Seydoba məhəlləsinin sakinləri deyir ki, bəzi evlərin giriş-çıxışını məmurlar zəbt edib. Nəticədə evlərə nə təcili tibbi yardım maşını gələ bilir, nə də yanğın söndürən. Şirvan şəhəri Sahib Zeynalov bina 5 sakini şikayət edir ki, noyabrın 15-dən istiliyi gözləyirlər, amma hələ də binaya istilik verilməyib. Səbəb isə borcunu ödəməyən qonşulardır. Bir neçə qonşunun borcu olduğuna görə bütün binanın istilik sistemini dayandırıblar. Biz kiminsə qapısını döyürük, kiminsə yolda qabağını kəsib deyirik ki, borcunuz var, borcunuzu ödün, bizi zəng eləyib 102 xidmətinə şikayət edirlər ki, mənim qabağımı kəsib, bizdən borc istəyirlər, bizi təhqir edirlər. Biz kimə dərdimizi deyək, siz deyin, biz də bilək. Mənim 2 körpə qız övladım var, onlar xəstələniblər, qızdırmanın içərisində yatırlar. 400 manatdan yuxarı mən dava-dərmana pul vermişəm, niyə görə verməliyəm? Ayda 24 manat istiliyə pul köçürməliyəm. Mən hal-hazırda istilik verilmir deyinə, mən həftəyə 40 manat, 50 manat işığa pulu verirəm. Aya 20 manat, 30 manat qaza pulu verirəm. Birlink internet provayder şirkəti bizdən ödəniş alır, amma bu ödənişi mənimsəyir. Meydan TV-yə şikayət yazan izləyici deyir ki, uzun zamanda dələduzluqla ciblərindəki pullar sovrulur. Milyondan ödəmək istəyirik terminaldan. Görürük ki, borcumuz düzgün 2 manat 64 qəpik. Günlər keçir, dəyişilmir. Əlavə ödəniş eləyirik. Təzədən günlər keçdikcə yenə də dəyişilmir rəqəm. Amma da boğaza yığılmışıq. Ayın biri günü mən 5 manat ödədim. Bildim ki, ayın 4-ü vaxtıdır. Milyondan baxıram, bu balansımıza yazılıb ki, 7 manat 50 neçə qəpik. Reski mənə zəng elədilər evdən ki, internet kəsilibdir yenə də. Girib baxıram, görürəm ki, yazıb mənə 13 manat neçəsə qəpik borc. Bu necə ola bilər axı? Aylıq 25 manatdır. Həmişə də vaxtında ödəyirik. Götürür, zəng eləyir. Bunların bir dənə nömrəsi var. 012 599 11 99. Saatlarla gözlədirlər bizdən, özü ödənişlidir. Konturumuz qutarır da götürən olmur. Saatlarla avtoçek sizi növbəniz 7-cidir. Gözləyin. Gözləyirik. Musiqi davam edir. Daha konturumuz qutarır ondan sonra.
Bizim başımıza it oyunu açır bu şirkət. Dələduzluqla məşğuldur. Bu həftəlik bu qədər. Şikayətlərinizi videoya çəkib bizim WhatsApp nömrəmizə göndərə bilərsiniz. Hələlik.